Salam Rəşad, necəsən? Salam, salam, necəsən vəziyyət? Şükür, salamatçılıq da nə deyək? Sağ Sezon ol. da belə yekunlaşdı, bitdi. Biz adam necə deyirlər, təəssüflənir ki, sezon qurtardı. Maraqlı sezon idi əslində. Məncə də çox yaxşı Çox sezon maraqlı gəldi. hadisələr baş verdi. Nəticələr baş verdi. Və Çempionlar Liqasında qalibi məlum oldu. PSG fanatlarını təbrik eləyirik. PSG-nin fanatlarını təbrik eləyirik. Mən bu finaldan öncə sənə necə demişdim, neytral idim, tam neytral idim. Nə burada Arsenalın həm qələbəsini istəyən və ya da ki, əksinə gedən, nə də PSG-ni. Hər ikisində də belə bir mövqelər var. Deyirdim, bu Arsenal uduzmadan gəlmişdi finala. Düşünürdüm ki, mən uduzmadan da orada da qalib gəlib mövsümü belə qızıl notlarla bitirə bilərdi. Özü də dubl eləmiş olardı Premier Liqa və Çempionlar Liqası. Sonra da demişdim ki, finalda qalib layiq kim olacaqsa o qalib gəlsin. Və Arsenal fanatları inciməsin. Birinci qolundan sonra, Arsenalın vurduğu birinci qolundan sonra oyun demək olar ki, sönmüşdü və topu vermişlər PSG-yə. Biz müdafiə olunuruq, siz bacarırsınızsa vurun. PSG də o yandan girir, bu yandan girir. Qaldırma eləyir, ya uzaqdan zərbə vurmağa çalışır. Alınmırdı. Topa gəlmə də 75, 25-ə, 78, 22-yə belə idi. Hiss olunurdu ki, top ancaq PSG-də idi. Yəni küncdən zərbələrin də nisbəti böyük. 11-in 3-ə təsəvvür edin. Yəni bu o deməkdir ki, yəni bir tərəf daha çox hücum etməyə cəhd eləyir, attempt deyirlər də. Yəni istərsəniz qapıya gedir, topu çıxardılar bayıra, yəni nəsə kəlləliyə qaldırdılar, top bayıra çıxır. Amma bir şey də qeyd edeyim Arsenalın belə deyim də müdafiəsi üçün də, yəni Arsenal əslində belə bir PSG-yə qarşı başqa cür oynaya bilməzdi. Çünki sezon boyu Arsenalın göstərdiyi oyunu nəzərə alsaq, mən düşünürəm ki, Arsenal bu maksimum idi. Yəni deyək ki, niyə görə belə oynayırlar? Başqa nə edə bilərdilər? Yəni istərsəməz uzun sezondur. Plus bu qədər bu emosional bir boşluq yaşadılar. Düşdülər, qalxdılar, düşdülər, qalxdılar. Bax necə belə də bu finala bir ki necə deyirlər, emosional yorğunluqla gəlmişdilər. Komanda sanki bilsə necə o son batareyka olur. Görürsən ki, yazır ki 20%-li buna tezliklə zaryadkaya qoymaq lazımdır. Komanda elə bir vəziyyətdə gəlib çatmışdı. Yəni bu cür oyun gözləmək olardı. Yəni mən əvvəlki buraxılışda proqnoz verəndə demişdim ki, penaltilər seriyası olacaq. Çünki mən futbola baxanda da deyirdim ki, yəni deyirəm də, məndə neytralitet var idi. Düşünürdüm ki, yəni bu mənim azarkeşlik elədiyim komandalar deyil. Amma hesab 1-1 olanda, sonra ekstra gedib, penaltilərə gedəndə deyirdim, bu Rəşadın proqnozu tutaydı və orada penaltilərdə Arsenal qalib gələrdi. Arsenal da penaltilərə, indi bilməm, bəlkə biz biraz oyundan danışaq, sonra keçək penaltilərə. Arsenal penaltilərə belə çox bərbad yanaşdı da. Qapıçı Rayan çıxmaq şərtindən bir dənə seyv elədi. Nə demək o, penaltilər həmişə belə olub da. Kimsə dəqiq olur, kimsə dəqiq ola bilmir. Eberechi Eze'nin penaltisi lap belə bərbad idi. Yəni sən artıq görürsən ki, qapısı tullanıb da, bunu bu qədər əyri vurmaq necə olar? Yerlə vurduğun topu özdə. Yəni bir çox hallarda yüksəkdən vurduğun topu əyri vururlar. Yəni sonuncu zərbə kimi də. Madueken zərbəsi idi, göyə vurduğu. Yox, Gabriel Magalhaes. Yuxarı vurduğu topu. Amma yəni yerlə vurduğun topsa daha çox dəqiqliyə hesablanır və sürəti zəif olur. Arsenal qələbə qazanması üçün başqa bir ssenari görmürdüm. Ancaq penaltilər seriyasında gördüm. Yəni oyundan əvvəl, yəni oyun başlamamışdan əvvəl proqnoz verəndə demişdim penaltilər seriyasında uda bilər. Penaltilər seriyası oldu dediyim kimi, amma Arsenal uda bilmədi. Oyun ərzində amma həmin o birinci qolu sonra bax bu cür oyunla razıyam. Bu çox da yaraşıqlı futbol deyil. Amma bu cür futbolla o penalti verilməsəydi PSG-yə bəlkə qoruyub saxlaya bilərdi. Yəni o ssenari hardasa görsənirdi. 60 dəqiqə indi dözdülər də ona da. 62-ci dəqiqədə vuruldu, neçənci dəqiqədə vuruldu. İstərsiniz boşluqlar yaranır deyə sən uzun müddətli sən dayana bilməzsən o ikinci blokda. Sən nə qədər dayanacaqsan? Məcbur oldular, getdilər qabağa. Axır əvvəl asmadan girəcək, penalti olacaq, axır əvvəl nəsə olacaq. Hadi buraxacaqın o açılışları sən buraxmalıydın. Yəni nə etməlisən? Sən topu saxlaya bilmirdin.
Zubimendi girdi oyuna, yenə topu saxlaya bilmədilər. Odegaard bir yaxşı başa düşdü, zədəsi var. Yəni Gyökereşi buraxırsan oyuna, Odegaard'ı çıxardırsan, Eze girir oyuna, heç bir fərq yaratmır. Nə işə baxır o Arsenal? Heç bir fərq yaratmır. Başım çıxmadı. Yəni nə oldu, nə baş verdi ki, Gyökereş yaxşı girdi, nə edirdi? Okay, yəni ağır oyunçudur. Bir bazı necə deyirlər, fırlana bilmir, dönə bilmir. Pressingdə də biraz ləngd elə bil ki. Biraz mənə bu final Bavariya Valensiya finalını xatırlatdı belə. Özü oyunun çox da super belə şey getmirdi, parlaq getmirdi. Hə. Biraz orada kapitanlar arasında qızğın mübarizə var idi, amma soyuq gedirdi oyun. Və sonda Juventus Milan finalda. Mənim yadıma gəlir, mən yatmışdım o finalda. Juventus Milan finalda. Qardaşıma dedi ki, penalti olanda mənə durğuzarsa baxım. Ən belə maraqsız finallardan biri idi Juventus Milan finalı. Bir də ki Atletico Madrid Real finalı var idi, elə o da penaltilər seriyası oldu 2016-cı ildə. O da belə şey idi, necə deyirlər. Sönük final keçib. Bu finalda elə baxın, orada sonuncu dəqiqələrdə vurulan gol amili falan var idi. Yəni harda? Atletico Ramos'un. Yo, onu demirəm. 2016-cı ildəki finalı deyirəm. Penaltilər seriyası oldu axı. Onu deyirəm. Bu finalda da elə bir hiss olunurdu. Çünki Arsenal ümumiyyətlə oturmuşdu müdafiəyə. PSG də topu saxlayırdı, bir şey yarada bilmirdi. Yəni oyun ərzində 3 dənə momenti oldu da, yəni qol momentini nəzərə alsaq. Hə, yəni o deyək ki, belə bir dördüncüsü də qapıya gedən, biz onu termin olaraq saymırlar da. Çərçivəyə dəydi. Buna amma qapıya gedən zərbə kimi saymırlar, Kvaratskhelia zərbəsi. Hə, Kvaratskhelia gol ola bilərdi. Gol ola bilərdi. Çox heyif ki, yəni bunu statistikada belə qapıya gedən zərbə saymırlar, çünki qapı çərçivəsi o ştangdan içəridəki ərazi sayılır da. Son dəqiqələrdə kim idi uzaqdan vurdu? Neves vurdu yoxsa Vitinha vurdu, qapının üzərindən keçdi. Gol da ola bilərdi, hə. Momentləri nəzərə alsaq, hə, yəni 90 dəqiqədə PSG udmalı idi oyunu. Mənə görə. Mən deyirəm ki, Arsenal biraz bəxtə gətirdi ki, oyun ekstraya getdi. Plus ekstrada da çalışır. Artıq hiss olunur ki, ekstrada hər iki komanda yorulmuşdu. Hə, vacib oyunçularını dəyişirdi. PSG də belə topu çıxardan verdilər. Top getmirdi. PSG belə Dembelesini çıxartdı, Kvaratskhelia'nı çıxartdı. Sonra kimi dəyişmişdi? Beraldo girdi oyuna, sonra Fabian Ruiz'i dəyişdi. Çox oyunçu dəyişildi. Düzdür, 2 il ardıcıl çempion oldu. Mən bunu əvvəldə demişdim, indi də deyirəm, istəmirəm ki, futbol Çempionlar Liqası NBA-ya çevrilsin. Yəni bir komanda 2 dəfə ardıcıl, sonra başqası gəlir 3 il ardıcıl olur, nə bilim. Bir balaca bu futbolun ruhiyyəsində deyil. Məncə də. Mən də istəyərdim ki, NBA olmamalıdır futbol. Futbol NBA olmamalı. Çünki NBA-da da bu şey NBA-da olub. 4 il misal üçün Lakers olur, 5 il nə bilim Boston Celtics olur o 70-ci ildə 80. Sonra 90-cı ildə Chicago Bulls 3 il 2 dəfə ardıcıl çempion oldu. Sonra Lakers 3 il ardıcıl oldu. Sonra Miami Heat 2 dəfə ardıcıl oldu. Belə necə ki, bax qarşıdan indi dünya çempionatı gəlir. Uşaqkən yadıma gəlir ki, bax, yəni Braziliyanın hegemonluğu bitəndən sonra o 5 qat dünya 5-ci dünya çempionluğunu götürəndən sonra ard-arda başqa ölkələr hərəsi növbə ilə bir dəfə dünya çempionu oldular. Və artıq o şeydən sonra elə bir ki, dünya çempionatının dadı qayıtdı da. Hər il bir millidən gözləyirsən. Eyni şey də bu Çempionlar Liqasında gözləmək lazımdır. İstərdim ki, yəni sən dediyin kimi. Bir il Real, bir il Bavariya, bir il dəfə Manchester City, Liverpool, belə fərqli komandalar, PSG, Arsenal. Yox, hər il nə bilim, şey yoxdur elə bil ki. Plus da ki, PSG, yəni bilmirəm, indi razılaşmayanlar ola bilər, amma mənim üçün biraz cəlbedici komanda deyil. Şiddətli şəkildə tənqid. Cəlbedici komanda deyil. Nə bilim, nəsə deyirsən ki, bu komandanın şeyi yox deyə belə necə deyirlər, o parlaq bir adam ki, desə ki, uyda, bu adam nə edir də, başa düşürsən? Əslində orada bir məqam var. Yəni bu danılmazdı ki, hamı da onu deyir. Luis Enrique gəlib ulduzlarla dolu bir komandanı, o kaprizli ulduzlarla dolu bir komandanı parçaladı və yerində istedadlı gənclərdən ibarət bir komanda yaratdı. Amma o şey düz deyirsən ki, bu mövsüm PSG-yə baxanda fərqli komandalar var ki, hansı ki daha çox ailə havasını verirlər. Məsəl üçün, mənim gözümdə bu mövsümün o parlaq nümayəndəsi şey idi, Bavariya idi. Biri Bavariya idi. Barcelona qeyd eləyim. Barcelonada da o var. Yəni bu mövsüm, bu flik də gəlib o Barcelonada onu aşılayıb. Bax, bu iki komandada var o.
PSG yenə də çempion olmağa layiq idi oyununa görə. Amma mövsümü də pis keçirməmiş. Mövsüm də demək pis lazım ki, keçirmədi, yaxşı mövsüm düzdür. keçirdi. Tam təmiz qələbə deyildi. Yəni ümumi götürsək, tam təmiz qələbə deyildi. Çünki yenə də Bavariya oyunda Sponsorumuz yüyücü məhsullar olsaydı deyərdik ki, qələbəniz təmiz deyilsə, Tide var. Onda biz sizə gəlirik. Ay sağ ol. Yəni, mənə görə tam təmiz qələbə deyildi. Məncə də Bavariyanın yarı finalına yedilər haqqını. Haqqını yedilər. Bəlkə də bax o şey kimi çıxmasın. Deyirlər final qoymuş qırağa öz komandanızla danışırsınız. Finalın elə bir ki dadı duzu uduzsaydı da belə bəlkə Arsenal'la bacarardı, bacarmazdı məsələn. Çox gözləyirdim ki, kompaniya demişdi biz bir daha qarşılaşacağıq. Bu qarşılaşma olardı final. Bu bir. İkincisi məsəl üçün elə məncə PSG-yə baxanda Bavariya daha dadlı duzlu final göstərərdi Arsenala qarşı. Daha açıq oynayardı. Arsenalın da əks hücumunda bəlkə bir şeylər eləyərdi. Amma Arsenal fanatlarının da burada deyək ki burnunuzu sallamayın ya. Yəni. Təəssüflənməyə dəyməz. Üzülməyin, bəli. Premyer Liqanın qalibi oldunuz və gələn ildə Premyer Liqanın qalibi olacaqsınız Arsenal. Sən bunu bəli. İndidən proqnoz verdim. Proqnoz verir. Belə şeyləri yəni gələn Premyer Liqanın qalibi. Maşınızı satıb bookmakerlərə qoya bilərsiniz. Ay sahibi Paul. Yəni Premyer Liqanın qalibi Arsenaldır. Niyə elə düşünürsən ki, gələn Premyer Liqanın qalibi Arsenal olacaq? Yəni rəqibi kimdir Arsenalın? Hə, bildim. Məsələn, Liverpoolda dəyişiklik gedir. Arne Slot getdi. Manchester City-də dəyişiklik gedir. Manchester United, Chelsea yenidən qurma dövrü yaşayır. Manchester City yenidən qurma dövrü yaşayır. Liverpool deyirsən ki, yəni United gələn mövsüm çempion ola bilməz. Bu mövsüm yəni az qala palçıqlı dibdən çıxartdı, gətirdi qoydu. Benjamin Şeşko ilə transferlər eləyirlər də yayda. Nə bilim. Hələ təzə başlayıb. Hələ o deyil. Yəni Kari Karasov 2 sezon lazımdır ki, nəsə bir güclü bir komanda yaratsın, rəqabətçil komanda yaratsın. Amma hələ ki hazır deyil çempion olmağa. Mən hətta biraz da uzağa gedib deyə bilərdim ki, 5 ildən sonra Manchester United çempionluq haqqını düşünə bilər. 5 il çox deyil. Yox, 5 il. 5 il. Yox, hələ hazır deyil. Manchester United hələ hazır deyil. Orada əsas rəqib olacaq məncə Aston Villa. İsə bir komandanın fanatları necə formalaşır? Məsələn, 3 ildən bir, 5 ildən bir komandanın bir nailiyyəti olur və yeni nəsil uşaqlardan bunun azarkeşi formalaşır. Manchester'ın azarkeşləri artıq rəhmətə gedirlər. Qarşıdakı 5 il ərzində də heç bir qələbə olmasa, bu fanatları hara gedəcək? Olmayacaq hep bu fanatı. Arsenal fanatları 22 il gözlədilər də bu çempionluğu. Liverpool fanatları da 30 il gözlədilər. Zəhmət çəkin siz də bir 25 il gözləyin. O da gözündə bir 25 ildən sonra nəsə ola bilər. 25 çox oldu biraz. 5 il. 5 il gözləyə bilərlər. Amma Premier Liqa belədir də. Yəni Premier Liqada hal-hazırda Arsenal, Manchester City bəlkə nəsə eləyə bilər və Aston Villa. Başqa kimsə yoxdur. Ona görə də Arsenal rahat çempion olacaq Premier Liqada. Amma tək ki mən gələn il məsəl üçün artıq bu dəyişikliklərin fonunda Arsenaldan daha canlı oyun gözləyərdim. Bu mövsüm səninlə bizim polemik oldu. Dedin ki, nəticə mövsüm sonunda görürəm ki, tamam bu işə yaradı bunlar üçün. Premier Liqanı götürə bildilər. Ən az gol buraxmaqla, müdafiə olmaqla, oyunun zamanını dartmaqla falanla. Amma da gələn mövsüm sənin rəqiblərin əgər zəifləyirsə, City-nin yenidən qurulursa, Liverpool'un yenidən qurulursa, bir əziyyət çək, zəhmət olmasa bir açıq bir oyun göstər. Nə deyəcəydim? Deyirdim məsəl üçün, bax, hal-hazırda Arsenalın bu Manchester'ın rəhmətə getmiş azarkeşləri barəsində deyəndə yadıma düşdü. Deyirəm, Arsenalın hal-hazırki fan bazası keçmiş oyunların üzərində durub. Yəni əvvəlki Robert Pires, Dennis Bergkamp, Henry və bunların üzərində durub da Arsene Wenger'in qurduğu o uzun müddət klassik 4-cü yer komandasının üzərində qurulub. Yaxşı başlanmışdı. Sonradan düşdü də. Heyət güclənmədi axı. Manchester United gücləndi, Chelsea gücləndi, Liverpool gücləndi. Arsenal hələ nə bilim Bakary Sanyanı zada alırdı, nə bilim o şey vardı, Edun'u zada alırdı. Bunlar da gedirdilər, nə bilim Rooney alırdı, nə bilim Berbatov, orada Liverpool gedirdi, nə bilim Fernando Torres alırdı. Arsenal onu ala bilmirdi. Ona görə də rəqabətdən düşdü. Düşür də yəni 3-cü yer, 4-cü yerdə. İndi də dəyişilib, indi Arsenalın dövrü başlayıb belə. Yəni demək istədim odur ki, bu mövsüm məsəl üçün Arsenalın oyununa bu mövsüm bitmiş mövsümü deyirəm. Baxsa hansı azarkeş, yəni Arsenal üçün azarkeşlik eləməyə başlaya bilər. Komandada oyunçular nə istəyirlər? Bir
parlaq bir mövsüm keçirən oyunçunu görmək istəyirlər. Driblər eləyən, uzaqdan vuran, cərimələr vuran. Bir dənə futbolçuya görə azərkeşliyim o da Gyökeres. O saçını qəşəng, saç diziminə görə. Yarışda hər dəfə saçını belə eləyir. Alagöz, saç dizimi. Göygöz, super. Sarı saç. Mən də istərdim Gyökeres kimi saçım olsun, amma heyf ki, mənim saçım var. Mən çox istərdim ümumiyyətlə saçım olsun, yəni Gyökeres kimi olmasa da. Hə. Yəni demək istəyirəm odur ki, bu fan bazı hardan formalaşır? Komanda durmadan möhtəşəm qələbələr qazanır. Hətta deyərdim ki, bu mövsüm Barselona keçirdiyi bu uğursuzluqlar da oldu bəzi Çempionlar Liqasında falan. O parlaq mövsümünə görə Barselonanın azarkeşləri formalaşdı. Bavariyanın nə qədər azarkeşi formalaşdı. Bax o yarım finala qədər. Gənclərin arasında, uşaqların arasında. Bir nəfərin haqqını yedi, o da Declan Rice-dır. Bunu deyim. Hə. Declan Rice. Bu mövsüm Arsenalda gözə girən, qeyd eləməliyik onu. Yeganə bəlkə deyərdim ki, komandanın ürəyi. Ürəyi. Hə. Declan Rice-dır. Çox möhtəşəm. Möhtəşəm oyunçudur. Declan Rice-in xətrinə istərdim ki, Arsenal əgər getməsin. Yəni bu yaşdan sonra o da biraz Arsenala bağlı oyunçudur. Deməzdim getsin. Gedirsə, o necə ki Tottenhamda qaralmışdı Kane. Gəlib bir ağ günə çıxardı Bavariya kimi. Sən gəlsin Bavariya. Bavariya gəlməsə də Bavariya istəyirdi ya. Bavariya almaq istəyirdi. Son anda elə bir ki orada Arsenal girdi söhbətə. 120 milyon sakitləşin ha. Yəni. Bavariya nəsə 90 milyon təklif eləyirdi, nəsə belə bir şey. Tuchel'in vaxtında idi o. Tuchel gəlməmişdən əvvəl. Tuchel gələndə demişdi ki, istəyirəm onu görüm. İngilis futbolunu ümumiyyətlə sevir. Hə. Elə indi İngiltərə sükanın arxasındadır. 23-24 mövsümüdə. O mövsümdə keçdi. Yəni istədiyi oyunçulardan biri idi. Sonradan getdilər Paulinho zat söhbəti, o da alınmadı. Amma Declan Rice çox istəyirdim olsun Bavariyada. Mən gözləyirdim əslində ki, Declan Rice Bavariyaya gələr. Son anda o Arsenal məsələyə girişdi. O 120 milyon. Yəni artıq Bavariya o qədər pul vermir Bavariya. Yox, yarım müdafiəçi. Kane 100 milyon pul verəndə nə qədər deyindi yəni. Kane vermək olar. Adam oyuna təsir edən bir oyunçudur. Düzdür, Declan Rice də elə bir oyunçudur, amma yenə də Declan Rice hələ o dövrdə o deyildi də. Məsələn, 150 milyon da vermək olar Declan Rice-a görə. Pol. Yəni Anthony Gordona 80 milyon verirlərsə, Declan Rice-a da bir 80 milyonu Barcelona verdi də Declan şeyə görə, Gordona görə. Mən düşünürəm ki, Bavariya həmişə elə başlayır bu transfer siyasətinə. Oradan 80 deyirlər. Bavariya gəlir deyir 30 milyon. Ona deyirlər ki, dəlirsən 30 çox aşağıdır. Buradan endirirlər məsəl üçün 70-ə. Bu deyir yanda nə olsun 40 milyon. O endirəndə 60-a, buradan 50 milyona da razılaşdılar yolda. Amma bir dənə bir şey də qeyləyək. Bavariya İngiltərə Premier Liqasında 3 dənə ən yaxşı oyunçulardan alıb. Luis Diaz, Mike Olise, bir də Kane. Özdə bunları 3 dənəsini dalbadal aldı yəni. Kane aldı, daha sonra Olise'ni aldı, sonra da Diaz aldı. Yəni bu necə demək olar? Kane aldılar, bunlar artıq 24-də. 23-24-də. Kane verilmişdi şeyə, Tuchel'e. Yoxsa Tuchel Kane var idi. Var idi. Yəni məsələn Tuchel'in artıq gedişi, yeni mövsüm gəlişində idi. Bəlkə bir balaca kompaniya bunları silkələyər ki. Gnabry də saymaq olar. Gnabry də Arsenalda oynamışdı. Leroy Sané Manchester City-də oynamışdı. Sané'ni City-dən birbaşa aldılar bəyəm. İngiltərə klubları Bundesliga-dan futbolçu alır. Bavariyada Premier Liqadan futbolçuları gətirir, qaytarır evə. Geri qaytarır. O pul dövr eləyir də orada belə deyək. Ayso, fırlanır orada futbolçular. Yəni bayaq dediyim sözüm canı oydu ki, Arsenalda o parlaq mövsümü həm də Declan Rice üçün arzulayıram. Oynasın, komandada, yəni Çempionlar Liqası qazansın. Yəni bu mövsüm oynadığı kimi qazanmasın da. Declan Rice istəyərdim ki, möhtəşəm bir mövsüm keçirdib Çempionlar Liqası qazansın. Yəni oturduq müdafiəyə kimi 1-0-larla yox. Yəni nə bilim Allahın onun üçün də gərək Declan Rice Bavariya keçsin. Mən belə düşünürəm. Yəni orta xəttdə Kimmich çox sevinərəm o mövsüm məqama, amma deyirəm ki, yəni təkcə Bavariya deyil də onun opsiyaların arasında təkcə Bavariya. Barcelona var, bəlkə Real da istədi, baxaq, yəni hara getsə. Keçək bu sezonun necə deyirlər o gözlənilməz nəticə. İcmalı belə deyək, hə? Ümumiyyətlə sezonda baş vermiş şeylərdən danışaq. Danışaq, əslində yenə də İspaniyadan danışmaq istəyirəm. Düzdür, İspaniyada mən demişdim əvvəldə də, yəni sezon əvvəlində ki, Barcelona çempion olacaq. Eləcə də İtaliya çempionatından danışıldı, yadında da təzə başlayanda demişdim ki, Milan Çempionlar Liqasına düşənməyəcək bu heyətlə, yadındadırsa. O tarixdə qalıb bizdə. Mənim də yadımda qalıb. Milan çox belə şey oynadı. Mən düzün gözlənməzdim. Yəni son turda əldən verdi. Plus Atletico indi
İtaliyadan çox danışmağa ehtiyac yoxdur. Orada bir dənə Inter var. Bir də ki, nə bilim, o necə deyirlər, Çapalayan. Hədə yerində Roma sürünən. qayıtdı. Uzun müddətdən sonra Roma Çempionlar Liqasına qayıdır. Hə, Roma qayıdır, hə. Hə. Juventus bərbad gündə. Nokaut eləyib geri göndərməsələr yaxşıdır. Yazığı. Juventus pis gündə oyun. Mən başa düşəmirəm. Yəni Juventus son 3 ildə ancaq şeydir, belə düşə-düşə gedir. İqtisadiyyatdır hamısı. Hə. Yəni bir zamanlar yadıma gəlir ki, bir zamanlar Almaniyadan ilk üçlükdə ancaq Çempionlar Liqasının yeri var idi. Birinci, ikincilər birbaşa düşürdülər. Hə. Üçüncü yer düşürdü nə deyirlər ona? Seçmə mərhələlərə. Hə. Orada artıq yer qazansa qalxırdı qrup mərhələsinə. Və İtaliyada ondan 4 aşağıdan ancaq Avroliqa gedirdilər. Hə. İtaliyada 4 idi də. İtaliyada 4 idi. İtaliyada çox güclü Hə. çıxış edən komandalar vardı. Hər mövsüm Lazio, Milan, Inter. Milan, Inter artıq köklü olaraq yaxşı oynayırdılar. Juventusla bir yerdə. Hə. Bir də ki arada Roma da yaxşı idi. Roma, Lazio, Babel kimi komandalar gəlib bir şey oynayıb göstərdilər. İndi məsələn İtaliyanın iqtisadiyyat düşüb aşağı. Biz sadəcə oyunçunu qılamaqla deyil, ölkədə iqtisadiyyat düşür aşağı. Pul da tapa bilmirlər də oyunçu. Maaş verməlisən axı. Oyunçu gətir, başa düşmür kimsə gətirə bilərsən. O deyir ki, mən məsəl üçün də Brighton mənə ilinə 7 milyon verir. Sən mənə 7 milyon verirsən. Mənim rəqəmlər yadımdan çıxdı. Məsəl üçün çempion olduğuna görə nə qədər qazandı ilk yeri tutmuş komanda İtaliyada? 35 milyon qazandı. 35 milyon qədər nə qədər qazandı? Yəni o qələbə bəlkə də qələbə üçün qazandığı pul. Wolverhampton Championship-ə düşüb 115 milyon qazandı. Hə, Almaniyada deyəlim ki, Bavariyanın ucuz transferidir. O Stuttgart deyək və yaxud da ki Leverkusen deyək, özünü tutmaq üçün xərcləyə biləcəyi bir transfer qiymətidir o. 35 milyon. Sən isə onu İtaliyada çempiona verirsən. İngiltərədə ümumiyyətlə bu çay puludur da. Durduq, oturduq, sənə çay içdik, yəni stəkanın altına qoyub durub gedirlər. Bir dənə orada yaxşı heyəti olan Interdir. Başqa heç kim yoxdur. Keçək İspaniyaya, İspaniyadan da biraz danışaq. Əslində Barcelona üçün bu yaxşı bir dövrdür. Düzdür. Bir balaca o bir dənə yer var ki, çatışmır, o da Çempionlar Liqasıdır, amma Çempionlar Liqasının çıxmaq şərti ilə Barcelona çox yaxşı oynadı bu sezon. Düzdür. Rəqabət güclü ola bilərdi əgər Real güclü olsaydı. Real da bu sezon demək olar ki, çox belə bərbad yönündə oynadı və Mourinho gəldi. Bundan əvvəl demişdim Mourinho gəlsə nəsə ola bilər. Mən demişəm yox hələ ki. Yenə də inanmıram. Mourinho sən necə inanırsan Mourinho? Mən hardasa düşünürəm ki, Mourinho gəldi başqa bir məşqçiyə bəlkə də o qədər etibar eləməzdilər. Mourinho gəlib deyə bilər vaxtı ikən də o ulduzlarla heyət yığmışdı. Deyə bilər ki, mənə bu oyunçu lazımdır və onun istəyini yerinə yetirə bilərlər. Mourinho bir balaca elə mütəxəssisdir. Çinində təcrübəsi var. Super Real yaradacaqmı? Yox. Mən düşünürəm ki, bu mövsüm Real yenə də maksimum Çempionlar Liqasının yarımfinalı və yaxud da ki 4-1-ə kimi gələcək. Mourinho bunu da eləməlidir. Eləməlidir ki, heç olmasa yerini möhkəmlətsin. Yoxsa belə qrupdan çıxmağı ya 8-1, 16-1 özümüz də düşürdük. Arbelo oynayıb gəlirdik yəni. Play-off'a. Amma biraz mən düşünürəm ki, İspaniya çempionatı çox maraqlı olacaq Mourinho'nun təqdimatından. Çünki Mourinho bu şeyin medianın və ya da ki çox maraqlı olacaq da, provokasiyanın, ya belə məqamların gözüdür. Yəni o çoxlu maraqlı məqamlar olacaq, mən ondan əminəm. Bu heyəti düzünsəm, yəni Mourinho doğrudan da möhtəşəm məşqçidir. Mənim bəyəndiyim məşqçilərdəndir. Yəni necə deyirlər, xarizmatik bir şəxsiyyətdir. Amma və lakin qeyd eləməli ki, Reala yenilənmə lazımdır heyətdə. Görək, mən bir dənə bir şeydə oxumuşdum internetdə. Deyir ki, Mourinho'nun hamı deyirdi ki, gələn kimi onun qarşısında bir şey var da, məsələ var. Vinicius və Mbappe kimi şıltaq oyunçularla bacarmalıdır. Mourinho da Interin vaxtından Balotelli kimi oyunçu ilə yəni təcrübəsi olub. Zlatanla işləyir. Zlatan kimi adamlarla təcrübəsi olub. Yəni Mourinho'nun belə şıltaq oyunçularla çox təcrübəsi olub. Bəlkə də elə yəni bacaran onları yığışdıra bilən oyunçu olacaqsa, məşqçi olacaqsa Mourinho'dur. Ya başqa amma yenə də mənə elə gəlir ki, yığışdırmaqdansa bunlardan birindən azad olmaq lazımdır və məncə düşünürəm bilmirəm kimi deyim. Mən Vinicius'u da görmürəm komandada, Realda. Yəni mənə görə Vinicius Real'ın oyununu bir hücumçu kimi yaxşıdır. Pas verirlər, yerinə yetirir, vurur. Amma egoizmi var içində. O da pozur. Mbappe də pozur. Var ya, onda da var o istedad. Amma o Əhməd demişdi keçən dəfə. Enrique necə ki danışmışdı şeylə, Mbappe ilə. Sən ulduzsan, amma sən bir bax gör məsəl üçün Jordan necə oynayır da. Deyək ki, sən komandana kömək eləməlisən, ancaq komandana tələb eləməlisən.
İmkan olsa ikisini də yəni. Mən düşünürəm, yox, Mbappé çox güman ki, gedə bilməz, çünki onun kontraktı indidən bəllidir. Vinicius uzadılmaya bilər kontraktı. Bilmirəm, indi yayda o getmək istəyəcək. Vinicius qalmaq istəyir, amma indiki vəziyyətdə belədir ki, Vinicius getməlidir. Yeni oyun konsepsiyası yaradılması üçün Vinicius getməlidir. Başqa variant yoxdur. Yəni Viniciusla sən oynayacaqsansa, yəni Mourinho məcburdur ki, o Xabi Alonso'nun vaxtında olan, Ancelotti'nin vaxtında olan sistemlə oynasın. Başqa var neynəsin? 2 dənə səndə winger var. Sən klassik 9 nömrəni hara salacaqsan? 3-dən yarım müddət. Yəni 4-4-2 oynamalı olacaqsan elə. 4-4-2, bir nəfər Arda Güler 10 nömrə mövqeyində, arxada da Valverde olacaq, kim olacaq bilinmir. Hələ indi Enzo Fernandesi almaq istəyirlər. Əslində Enzo Fernandes çox yaxşı bir opsiya olar. Hal-hazırda dövrü yaxşıdır. McAllister də qeyd eləyə bilər, amma McAllister də çox yaxşı otura bilər oyuna. Goretzka Bavariyadan gedir. Bəlkə də Goretzkanı gətirsələr, Real yaxşı maaş təklif eləsələr, misal üçün. Goretzka getdi, Milana gedirdi yox? Elə bir xəbər. Milan adı hallanmışdı. Atletico Madridlə adı hallanmışdı. Və hansısa Premier Liga klubu da istəyirdi onu, qeyd olunmamışdı. Amma Real Goretzkanı alsa, məncə çox böyük udar. Çünki Goretzka kimi, necə deyirlər, işləyən oyuncu lazımdır. Düzdür, Bellingham da var, amma Bellingham bilmirəm də, onun belə uzaq pasları, belə İstəmək olmasın Goretzkanı, amma mənə elə gəlir ki, Reala yeni nəfəs lazımdır. Goretzka artıq qısa müddətli bir müqaviləyə bənzəyir. Yaşı keçirdi artıq onu. Amma bir də azad agent formasında gəlir də. Sən Enzo Fernandesi 120 milyon verməlisən. O heç pulsuzdur, o götürürsən gör. 120 milyon almaq məsələsi var. Sən ona görə deyirəm, yəni pulsuzların dalınca qaçmaqdansa, sən yeni proyekt qurmalısan. Mən istəyirəm ki, Real yeni proyekt kursun. Başlarını sındırsınlar da. O isə Bavariyaya keçməmişdən öncə məsəl üçün o qədər mi parlayırdı? Crystal Palace oynayırdı, düzdürmü? Yəni o liseni Henry tanıyırdı. Müxbirlərə deyirdi ki, siz onların yaxşı tərəfini görməmisiniz. Amma yəni dünya tanıyırdı mı o liseni? Onu görüb tapmaq lazımdır da. Real getdi Mastantona 73 milyon verdi. Bavariya 55 milyon aldı da deyəsən. Təqribi 55 milyon ya da 65 milyon idi yoxsa nə qədər. O liseni. Böyük bir məbləğ yox idi. Desən 65 milyon, 55 milyon idi. Ona görə deyirəm ki, sənin strukturuna otura biləcək bir oyuncu lazımdır. Sən onu axtarmalısan, skautlarını axtarmalısan. Deməli ki, bax bu mənim çatışmayan bəndimdir. Və istəyirsən gəl sezonun ən yaxşılarını da qeyd eləyək. Yəni sezonun ən yaxşılarının arasında qapıçıdan başlayaq yoxsa necə? Şeyi qurmaq istəyirsən, heyəti qurmaq istəyirsən. Yox, sadəcə qapıçı, müdafiəçi, yarım müdafiəçi, hücumçu. Qapıçıdan başlamaq istəyirsən, qapıçılardan danışaq. Mövsüm boyu mən məsəl üçün bu mövsümü Neuerə verməzdim. Neuer elə çox oyun oynamadı axı. Zədələləri. Oyunlar oynadı yar, amma bilirsən bəzilərində elə oyunlar, sıradan oyunlar oynayırdı. Düşürdü, qalxırdı, belə gedirdi. Düşürdü, qalxırdı. Bavariyada bu mövsüm o super oyunu bir balaca parlayan Urbik oldu, amma o da super mövsüm keçirmədi. Safonov yaxşı mövsüm keçirdi bu mövsüm. Yəni Safonov da qeyd edir. Özdə Safonovun qarşısında belə bir şey vardı. Pressanın təzyiqi var idi. Safonov 2 deyəsən yanılmıramsa 2 yeni qapçı alınmışdı. Sonra Safonovun özünün əsas heyətə düşmə ehtimalı azalmışdı. Hətta bu günlərin belə bir məqalə də oxumuşdum ki, deyir, yoldaşı tab gətirməyərək mediada açıq şəkildə danışmalı olmuşdu Safonovun. Safonov özü peşəkar kimi danışmır da. Amma sonda nəticə olaraq nədir? Çempionlar Liqasını götürdü. David Rayanı da qeyd eləyə bilərdim. David Raya bu sezon yaxşı idi. Yəni demək olar ki, az gol buraxdı. Yəni 7 gol Çempionlar Liqasında buraxdı. Premier Liqada az gol buraxdı. 23-25 gol buraxdı hesaba belə bir şey. Yəni David Raya da yaxşı qapıçıdır məncə. Onu da qeyd eləmək olar. Məncə David Raya olmalıdır sezona yaxşı. Mövsümün yaxşısı, hə deyirsən. Baxmadı. Başqa kimləri qeyd eləmək olar? Yəni başqa komandalarda uğurlu oynayan. Oblak həmişəki kimi stabil yaxşı oynayır. Yəni Joan Garcia da qeyd eləmir, o da yaxşı. Amma məncə David Raya nəticəsinə görə odur. Məncə David Raya olmalıdır. Müdafiədən düşmüşkən sezonun ən yaxşı müdafiəçisi. Mən məsəl üçün bunun adını qeyd eləmək istərdim. Çox gözəl oyun mövsüm keçirmiş Upamecano. Mən onu qeyd edərdim. Yəni əgər stoperlər seçəcəksə biri Upa olsun.
Çox funksiya yerinə yetirirdi. Ağır oyunları oldu Upa'nın. Real'a qarşı vacib və məsuliyyətli momentlərdə top alırdı. Və PSG ilə oyunda sonra şeylər vardı, fraqmentlər vardı. Ta mövqeyindən buraxmışdı, boşluq yaratmışdı. Upa bir dəfə geri döndü, ona yerini bağla dedi. Sonra çöndü, yəni bilmir axı ta bunun dediyini yerinə yetirir, yetirmir. İkinci dəfə geri döndü, gördü ki, artıq Kvaratskhelia sıçrayış eləyir də, önünə qaçır, sprint eləyir. Hətta mən deyərdim ki, Upamecano olmasaydı hesab 7-5 sal ola bilərdi. Yəni Upa hazırda Bavariyada müdafiəçi liderdir. Komandada bir dənə məsələn yarım müdafiədən hücumda bir lider olmalıdır. Müdafiədə Upa liderdir. Upamecano çox böyük işlər gördü. Yarım müdafiədə məncə başqa ikinci ki bütün komandaların arasında ən yaxşısı Upa oldu. Mən bir dənə də adamı götürək. Onu da götürək. Düşünmürsən ki, yəni Arsenaldan Saliba məncə yaxşıdır Saliba. Marquinhos-u da qeyd eləmək olar. Məsələn, Marquinhos da yaxşıdır. Marquinhos yaxşı mövsüm keçirdi. Amma deməzdim ki, super uğurlu. Marquinhos təcrübəlidir. Təcrübəlidir, onun da bəzi səhvləri oldu, amma super parlaq mövsüm keçirmədi yəni Marquinhos. Əlindən gələni elədi. Salibanı qeyd eləyə bilər ya, Saliba. Mən ona görə dedim ki, məsələn bir dənə Arsenalın da bu boyda müdafiəsinin Baudiseni bütün mövsümü az gol buraxdı. Çiynində bir dənə də Salibanı da. Sol cinaha da məncə Nuno Mendes olsun. Yəni çox güclü. Çox yaxşı mövsüm keçirdi. Sağ cinaha kim qoyaq? Sağ cinahda Hakimi yaxşı oynadı, amma Hakimi zədələndi, sonra yarım mövsüm buraxmış oldu. Tam da elə güclü sezon keçirmədi. Geriyə qayıtdı. Laimer qeyd eləyə bilərik. Laimer sağ cinahda möhtəşəm idi məncə. Laimer bilsə necədir? Laimer indi sağ cinahda qeyd edirsən, sonra gələcəksən yarım müdafiəçi, təzən Laimeri gətirəcəksən. Bax bu mövsüm orada burada oynayan oyunçudur. Laimer qeyd eləyə bilərik. Yarım müdafiə məncə Declan Rice-la Vitinha. Doğru seçimdir məncə. Declan Rice Vitinha olmalıdır. 10 nömrə mövqeyinə kimi qoyaq biz? 10 nömrə mövqeyinə özətdir də danışırıq. Demirəm ən yaxşısı. Qəşəng bir parıltı oldu. Karl ya bu mövsüm elə bir ki əlinə şans düşmüşdü. Yox, qoymuram onu. Yəni bir dənə parıltı deyirəm də ortadakı. Axıra kimi oynasaydı bəlkə Karldan bir şey gözləmək olardı. Yaxşı, bu mövsüm bizə bir Karl yetirdi. Amma digər komandalarda 10 nömrədə Lionel Messi. Inter Miami'də yaxşı oynayırdı. Inter Miami'də kim olsun? Pedri qeyd eləyə bilərik məncə. Pedri də yaxşı oynadı. Pedri Musiala zədədən qayıtdı. Musiala deyildi. Yəni mövsüm demək olar ki, hamısını itirdi. Ən yaxşı 10 nömrələrdən biridir. Yəni düzdür, zədələri də oldu, amma Pedri olmalıdır məncə 10 nömrə kimi. Bu mövsüm 10 nömrə kimi mərkəzdə Gnabry də oynayırdı. Amma o klassik 10 nömrə deyildi də. O soldan keçirdi ortaya. Biraz belə boşluqları dolduran oyunçu idi. Sən bir dənə dank atdı oradan, bir dənə açılış elədi, belə də dabana pas verdi, bir sənə pressing eləsin, ora qaçsın, bura qaçsın. Amma Pedri əsl 10 nömrədir. Sağ winger məncə Olise, Michael Olise, Fransa ən yaxşı oyunçusu seçildi. Bundesliga ən yaxşı oyunçusu seçildi. Sol cinahda kimi qoyaq? Sol cinahda qalıram. Yəni belə Bavariya tərəf keçdiyi kimi olmasın. Bu mövsüm parlaq oynadı Diaz. Bu mövsüm parlaq oynadı Kvaratskhelia. Və yəni Realdan məsəl üçün ya Vinicius və ya da Mbappe deməyim gəlmir. Mbappe yaxşı mövsüm keçirdi. Amma yəni uğuramı gətirdi ya. Bir çox hallarda mövsüm boyu belə şeylər oldu da. Məmmalı momentlər oldu. Kvaratskhelia Mən Kvaratskhelia seçərdim. Mən də qoyardım Kvaratskhelia bir dənə səbəbə görə. Vacib oyunlarda necə deyirlər? Bax vacib oyunlarda vacib. Diaz PSG-nin ikinci oyununda, birinci oyununda sonuncu qolu vuranda bax bu necə vacib oyunda məsuliyyəti götürən rolu götürdü özünə. Amma bir çox hallarda Bavariyanın o dominant futbolu ilə Bundesliga-da parıldayırdı. Digər ikinci oyunda deyək ki Luis Diaz əslində Realla çox yaxşı oyun oynadı. PSG ilə də yaxşı oynadı. Belə deyim də Luis Diaz nəticələrə baxanda, yəni gol plus pas məsələsində əlbəttə ki, C'dən üstündür. Kvaratskhelia. Yəni fərdi üst göstəriciyə də görə texnikada, pas atmada, yəni sadəcə Kvaratskhelia bir balaca o necə deyirlər, lazım olan yerdə olur da, bilirsiniz, o məsələləri götürürsək sezon boyu. Yəni futbolçu kimi əlbəttə Luis Diaz Kvaratskhelia-dan yaxşı oyunçudur. Elə Stanisic aldatmağı məsəl üçün. O məsələn mən Diazdan o performansı gözləyərdim. Bir addım irəli, daha sonra 2 addım və sprint
Steins artıq Yəni mövqeyi itirmişdi. driblingdə, IQ uzun ilə də pasda, yəni. elə bir şeydə. Kvaratskhelia məhz komanda oyununda özünü göstərdi. O necə deyirlər, belə də səndən bastı knopkanı, vəsə gol. Bastı knopkanı gol. Amma fərdi göstərəcəklər əlbəttə ki, Luis Diaz yaxşıdır. Və Hücumçular. gəl hücumçuya. Hücumçular deyəndə mən məsəl üçün bu mövsüm total hücumçu kimi mən Kane-i görürəm. Kane əlbəttə. Və hətta düşünürəm ki, Kane Çempionlar Liqasını qazanmasa belə qızıl top nominasiyasına artıq namizəddir. Görək dünya çempionatında necə çıxış eləyir. Və sezonun da ən yaxşı oyunçusu məncə Harry Kane-dir. Kane bu mövsüm elə oynadı ki, yəni sən stoper istəyirsən Kane-dən adını çəkmək olar. 10 nömrə istəyirsən Kane-dən adını çəkmək olar. Sən winger istəyirsən Kane-dən adını çəkmək olar. Hücumçu istəyirsən Kane-dən. Bir də qapıda oynamadı da bu yazıq bu mövsüm. Yəni bu adam bir də Neuer qırmızı kart alsaydı bəlkə əlcəyi götürüb qapıda durardı. Bunu da qeyd edeyim. Bunu heç kim qeyd eləmədi. Mən bilmirəm niyə görə. Yəni Harry Kane cəmaətə nə edib, nə günah işlədib ki? Kimin deyir toyuğuna qışlayıb, pişiyinə brız deyib, hə? Yəni nə baş verir ki, Harry Kane haqqını yürüsün? Harry Kane 2015-ci ildən indiyənə qədər bir dənə oyunçu 61 gol vurub. O da Harry Kane-dir. Axırıncı dəfə Cristiano Ronaldo vurmuşdu 61 gol 2015-ci ildə. Ondan bu yana bir dənə oyunçu vurmamışdı. Bunu Harry Kane bacardı. Ən çox hat-trick eləyən oyunçu oldu, yəni bu sezon. Ən çox gol vuran, ən çox oyuna təsir eləyən, man of the match olan adamlardan biridir. Yəni sezonun ən yaxşısı olmalıdır. Başqa çarə yoxdur. Yəni odur. Qutardı getdi. Və Kane sadəcə qollarla yadda qalmadı, ona görə deyirəm. Kane həm stopper kimi oynadı, həm müdafiəyə kömək eləyirdi. O cüssədə, o hündürlükdə adamın belə dribl eləməyini gözləmirdik. Yəni dribli orada deyil də bu. Bəzi epizodlarda iki oyunçunun arasında çəlt paslar verirdi, qapıya zərbələr edirdi, fırlanırdı. Və məncə bu sezon elə qızıl topu Harry Kane qazanacaq. Bu mövsüm futbolun özü Kane idi məncə. Futbolun özü Harry Kane idi. Məncə. Yəni bu mövsüm barəsində, final barəsində genəlləri çox istəyərdim ki, Çempionlar Liqasının finalında Bavariya ilə PSG olsun. 2008-2009 mövsümündə olmuşdu. Manchester United Udo'da gəlirdi, heç kim saxlayamırdı. Barcelona Udo'da gəlirdi. Məncə elə bir şey olmalıdır. Bayern Münhen Mən ümumiyyətlə gözləyirəm ki, Bavariya geri dönüş eləsin və qısaca deyərdim ki, Bavariya hər il onu göstərir. Bax, idman budur. Sən uduzursan, harda nəyin çatışmır, o necə ki, Olimpiya iştirakçıları çıxış eləyirlər, o bir müddət, uzun müddət 3-cü yer, 2-ci yer qazanırlar və sonra qızıl medalla ağlayaraq o ki, fotosessiyalar olurlar. Bavariyada bəhs odur. Bavariya gəlir. Hardasa çökür, hardasa haqsızlıq güclənir, sonra götürür bir dəfə. Bax, mən elə gəlir ki, Bavariyanın bu cür qalib gəlməyi hardasa 3 dəfə, 2 dəfə dalbadal qalib gəlməkdən daha şirin görsənir. Sən çox istəyirsən o kuboku. Və onu da qeyd edək, Bavariya uzun illər yüksək səviyyədə olan komandadır. Yəni düşüş dövrü çox belə dərin olmayıb. Bir balaca belə şey olub, sonradan həmişə yenə də yarım finallar, 4-1 final, yarım final belə olub da. Yəni Bavariya artıq o düzgün yoldadır. Bir balaca haqqın yolundadır gedir. Bir balaca çatışmamazlıqlar var, bir balaca haqsızlıqlar olur, haqqını yeyirlər, amma o final baş verməlidir. Bayern baş verəcək. PSG finalı olmalı. Nəysə, gələn sezon iyunun 7-si o finalı biz izləyəcəyik. Görüşənədək. Hələlik. Yaxşı, onda bitirək, onda biz bitirək. Sağ ol. Sağ ol.